Karvan yaxınlaşır Mədiniyə. İmam Səccad əleyhissalam dedi ki, şəhərə daxil olmayaq. Qapısının ağzında xeymə qurun, çadır qurun. İmam Səccad Bəşiri çağırdı. Bəşir, Allah rəhmət eləsin Aton Cəzləmə, şeir deyərdi. Sən də şeir deyə bilirsən, dedi, bəli ağa. Dedi, biz qalırıq çadırların içində Mədinənin girəcəyində. Sən get Mədinə cəmaatına xəbər ver ki, biz gəlmişik. İstəyir royzu oxusun Mədinəlilərə. Bir ucaboy xanım gəlir, bir uşağın əlindən tutub. Öz-özümə dedim, Allah Əbəlfəz anasıdır bu, Ummul-Bənindir. Mən buna necə xəbər verim ki, bütün oğlanları o Kərbəlada öldürdülər. Deyir, gəldi mənə belə dedi. Dedi, Bəşir, Kərbəladan nə xəbər? Deyir, qorxdum deyəm. Deyir, dedim, xanım, balalarınızdan bəzilərini öldürüblər. İkinci dəfə soruşdu, Kərbəladan nə xəbər? Dedim, balalarınızın bəzisini öldürüblər. Üçüncü dəfə dedi ki, qəd qətə'tə mi'atə qəlbi. Deyir, qəlbimin bəndini qırdın. De görüm Kərbəladan nə xəbər? De görüm Hüseynimdən nə xəbər? Deyir, gördüm, heç balasını soruşmur. Hüseyni soruşanda dedim ki, xanım, Hüseyn şəhid olub, başınız sağ olsun. Deyir, gördüm, ağlaya-ağlaya Əbəlfəzin yetim uşağın aldı qucağına. Elə başına sığal çəkir, ağlayır. Başın sağ olsun, bala, atasız qaldın. Deyir, dedim ki, heç Əbəlfəzi soruşmadın, nə bildin ki, Əbəlfəz şəhid olub? Belə cavab verdi. Əvladi və mən təhtəl xəzra kulluhum fidaun li Əbi Əbdillah. Balalarım, nəyim varsa hamısı Hüseynə fəda olsun. Mən bilirəm ki, Hüseyn şəhid olubsa, oğlu mən böyütmüşəm, qeyrətim bilirəm. Mümkün deyil mənim Əbəlfəzim sağ qalar. Ummul-Bənin deyir, yavaş-yavaş ayrıldı, getdi Bəqi qəbristanına. Oturdu, deyir, ağladı. Dedi, canım Əbəlfəz, eşitmişəm əvvəl sağ qolu kəsiblər. Bu xəbər düzdür ya yox. Eşitmişəm sol qolu kəsiblər. De görüm düzdür ya yox. Deyir, Mərvan ibn Həkəm Əhl-i Beyt düşmənidir, də bilirsiniz. Oradan keçəndə, deyir, dizi büküldü, oturdu yerə. Bu ürək yandıran nalə kimin naləsidir? Dedilər, Ummul-Bənin də Əbəlfəz anası. Bilirsiniz nə dedi Mərvan? Ağlaya-ağlaya dedi, haqqı var ağlamağa. Haqqı var Ummul-Bəninin. Ondan sonra deyir, canım Abbas, kaş yanında olardım. Analar hamısı oradaydı, balalarının başını dizinin üstə aldılar. Mənim də arzum idi, kaş atdan yerə düşəndə başını mənim dizimə qoyardı. Bunu şair yazıb. Deyir, bunu eşidəndə Zeynəb gəldi. Dedi, bu mətləbi bil, yanma çox fəraqinə. Ummul-Bənin yerə yıxılmadı, aldı anam qucağına. Anam Zəhra gəldi başının üstünə, aldı balovun başını qucağına.